Bir dənə aldıq və 20 dəqiqəyə də maşınımız gəlir. Kirayə maşın götürmüşük. Kirayə maşına keçid eləyəndə o haqqda sizə məlumat yazacağam ki, hardan tapdıq, kim bizi yönləndirdi, neçəyə tapdıq. Getdik. Maşınlarımız da gəldi. Əslində aeroporta qədər gəlmirdi bu maşınlar, lakin biz əlavə ödəniş elədik, gətirdik. 2 dənə belə Bakıyanaya getmək üçün miniciklər sifariş elədik. İnşallah burada qaldığımız sürəcə bizlə bərabər olacaq, gəzəcəyik bu maşınlarla. Sonra qayıdacaq. Neçə sifariş elədik gün bir günü? Bir dənəsi amma biz tanışdıqla hər 100 laridən. 100 lari, adam başı 100 Hərəsinin 100 lari. Yəni, Adam başı deyəndə hər maşına əlavə 100 lari. hər maşına 100 lari, yəni 100, yox, Yox, nə qədər? 100 lari eləyir 60 manat zat. Hə, 65 manat falan verilir. Hər maşına bir gününə 65 manat. Elə. Maşına əyləşdik. Çamadanlarımızı yığdıq, aram-aram yola düzəlirik. 200 kilometrlik 3 saatlıq yolumuz var.